Dekabrın 3-də NATO ölkələrinin xarici işlər nazirləri Brüsseldə görüşəcəklər. APA xəbər verir ki, bu barədə NATO'nun mətbuat xidməti məlumat yayıb. Görüşün məqsədi Haqada iyun ayında keçirilmiş sammitdən sonra əldə olunan irəliləyişi qiymətləndirmək və 7-8 iyul 2026-cı ildə Ankarada keçirilməsi planlaşdırılan növbəti alyans liderləri sammitinə hazırlıqdır. NATO nümayəndəsinin UNIANA bildirdiyinə görə, nazirlər Şərq cinahında Rusiyanın getdikcə daha məsuliyyətsiz davranışını və Baltik dənizində, eləcə də alyans sərhədləri boyunca müdafiənin gücləndirilməsi tədbirlərini müzakirə edəcəklər. O bildirib ki, həmçinin Ukraynanın Xarici İşlər Naziri Spiganın və Aİ-nin ali nümayəndəsi Kaya Kallasın iştirakı ilə NATO-Ukrayna Şurasının iclası keçiriləcək və burada Ukraynaya dəstəyin davam etdirilməsi məsələsi gündəmdə olacaq. Ukraynanın təhlükəsizliyi alyansın təhlükəsizliyi ilə sıx bağlıdır. Ukraynaya qarşı müharibənin dayandırılması və ədalətli, davamlı sülhün təmin olunması səyləri davam edərkən, Ukraynanın bugün özünü müdafiə üçün və gələcək təcavüzün qarşısını almaq üçün zəruri olan təcili hərbi yardıma alması son dərəcə vacibdir deyə NATO nümayəndəsi bildirib. O qeyd edib ki, yardımın koordinasiyası Wiesbaden şəhərindəki NATO komandanlığı və müttəfiqlərin maliyyələşdirdiyi ABŞ ehtiyatlarından texnika ötürülməsini təmin edən PÖR mexanizmi vasitəsilə həyata keçirilir.